Restoran və kafelərdə xanımlara özəl adı altında pulsuz qəlyan təqdim olunur. Bu isə gələcəkdə ciddi problemə gətirib çıxardır. Bəs maraqlıdır, hədiyyə bizim sağlamlığımıza necə təsir göstərir? Xüsusilə xanımlar üçün edilən bu təklif nə qədər cəlbedici görünsə də bir o qədər zərərlidir. Amma təəssüflər olsun ki, restoran və kafelərdə kifayət qədər qəlyan çəkən zərif cinsin nümayəndələri var. Son dövrlərdə bilirsiniz ki, ürək qan damar sistemi, sonra ağziyər xərçəngi soxal. Bunu törədən siqaretdir. Sonra qızlar qəlyan çəkirlər. Elə bilər ki, qəlyan yaxşı bir şeydir. Elektron qəlyanlar çəkirlər, su qəlyanlar çəkirlər. Axı, bunlar onların gələcək analıqları üçün çox mürəkkəb problemlər yaradacaq. Gələcəyin analarıdır. Hamısı xəstə uşaqlar dünyaya gətirir. Ona görə də pis baxılır. Çox pis, çox pis. Bizim ayrı mədəniyyətimiz var, bizim ayrı yaşayışımız var. Bəli, heç kim xanımlara bu zərərli vərdişi yaraşdırmır. Qəlyanın zərərsiz olduğunu düşünənlər də az deyil. Həkimlər isə bildirirlər ki, su filtrasiyası tütündəki toksinləri aradan qaldırmır. Əksinə, bəzi maddələr suyun buxarı ilə ağciyərlərə daha dərindən keçir. Qəlyan seansı var ki, bu təxminən 45-50 dəqiqədir ki, və bu müddətdə qəbul etdiyi nikotinin miqdarı 3-4 qutu siqaretdə olan nikotinə demək olar ki, bərabərdir. Tərkibindəki nikotinin miqdarı həddindən artıq çox olduğuna görə asıllıq siqaretə görə daha yüksək. Eyni zamanda onun tərkibində olan karbon monoksid, ağır metallar, kanserogen maddələrin miqdarı çox olduğu üçün bunlar ağciyər xərçəngi, bronxlarda bronx xərçəngi və yaxud da qırtlağın xərçəngi riski çox-çox yüksəkdir. 1 saatlıq qəlyan çəkmək 100 siqaretə bərabər nikotin qəbulu deməkdir. Üstəlik, qəlyan tüstüsündəki ağır metallar və karbon monoksid orqanizmdə yığılıb xərçəng riskini artırır. Ağciyərə birbaşa təsiri müxtəlifdir. İstər kəskin bronxit olsun, istər ağciyərin xroniki obstruktiv xəstəliyi olsun, müxtəlif növləri ilə, xəstəlik növləri ilə qarşımıza gələ bilər və uzun müddət qəlyan istifadəçilərində hətta ağciyər xərçəngi riski belə artmaqdadır. Tərgitmək üçün müxtəlif metodlar var. İstər psixoloji dəstəklə tərgitmək də mümkündür, siqaret kimi. Yəni burada asıllıq yaradan səbəb nikotindir. Bizə müxtəlif nikotini yerinə qoyma müalicələri var və müxtəlif kimyəvi dərman vasitələri var ki, onları istifadə etməkdən uzaq durmaq mümkündür. Əslində sağlam həyat tərzi pulsuz paylanmır. Tütün məmulatlarının zəhərlədiyi zərif vücudlarınsa hələ də düşünmək və bu zərərli vərdişdən imtina etmək şansı var. Əzizə Mahmudzadə, Vahid Zalov, Çinarə Vaqif, Telesəhər.